Bismillah, elhamdülillah. Qardaşlar, Quran-ı Kərimin enmə səbəblərindən bir neçə səbəblər var. Biri də odur ki, insanlara haqdan batili öyrətsin. Ümumiyyətlə, Quran, baxsaz Qurana, Quran nəyə görə gəlib? İnsanlara başa salsın ki, haqq nədir, batil nədir, doğru nədir, düzgün nədir? Quranın adlarından da biri Furqandır. Və bildiyimiz kimi, hətta Quranda Furqan surəsi də vardır. Furqan nə deməkdir, qardaşlar? Furqan sözlük mənası fərraqa, fərraqa bu feillərdən, bu sözlərdən gəlməkdədir. İki şeyi ayırt etmək deməkdir. Ayırt etmək, iki şeyi ayırt etmək deməkdir. Amma Qur'anın Furqana yüklədiyi məna nədir? O hansıdır? Odur ki, haqla batili ayırmaq. Doğru ilə yanlışın arasını ayırt etmək. Sən bir şey, bir məsələ olduqda, bir şeylər baş verdikdə biləsən ki, bu məsələ doğrudurmu, batildirmi, ya düz kimdir, düz olmayan kimdir? Qur'anın Furqan surəsinə, Furqan sözünə yüklədiyi məna budur. Qur'an və Qur'andan əvvəl gələn kitabların misyası da bu olur. İşte Qur'andan öncə gəlmiş səmavi kitabların, Allah Teala'nın endirdiyi kitablar və Qur'an, onların misyası bu olub ki, insanlara haqdan batili göstərsinlər. Ki, insanlar haqdan batili ayır etdikdən sonra doğru yolu tapa bilərlər. Yoxsa insanlar bilməsələr haqq nədir, batil nədir, doğru yolu necə taparlar? Tapa bilməzlər. Ona görə Allah Teala ayətdə buyurur ki, və iz ətəynə Musəl kitəbə vəl-furqanə ləalləkum təhtədun. Biz Musaya kitabı və Furqanı nazil etdik ki, bəlkə doğru yola yönələsiz. Bəlkə doğru yola yönələsiz. Baxın, Allah Teala kitabdan Furqanı ayırt edir. Kitabdan Furqanı ayətdə ayırt edir. Səmavi kitabları həmsinin missiyalarından biri nə idi? Haqdan batili ayırt etsin. Yəni doğru nədir, yanlış nədir? Bir neçə məsələlərdə. Bu Quranın özüdür. Yəni Quranın öz missiyasıdır. Və Qurandan öncə enmiş səmavi kitabların öz missiyalarıdır. Və həmçinin də Qur'anın insanlara öyrətdiyi məna da budur. Yəni Qur'an artıq haqdan batili ayırt edən bir kitab olduğu kimi, bir Qur'ana iman edən, Allaha iman edən bir müminin, bir müsəlmanın da həyatdakı missiyası bu olmalıdır. İnsan xüsusilə də bugünkü zamanda. Baxın, xurafətlər çoxalır, din altında ticarət çoxalır, monopoliya çoxalıb, hər kəs bir cəmaət qurur, hər kəs öz ətbasını yanlış yerə aparır və bir-birlərini pisləyirlər. Artıq müsəlmanlarda bir Furqan olmadığına görə başlarında duran imamlar nəyi haqq, nəyi batil etdiyini ayırt edə bilmirlər. Halbuki, bugün müsəlmanlar da bu sifətdən sifətlənməlidir. Biz demirik ki, bütün avvamlar, cahillər fətva versin, başları çıxmayan məsələlərdən danışsın. Bunu demirik. Bunu demək istəmirik. Çünki bu məsələlər də belədir ki, insan cahilcə fətva verə bilməz. Bilmirsə, biləndən soruşmalıdır. Ancaq biz deyirik ki, bir müsəlman sürü psixologiyasında olmalıdır, sürü fikirli olmalıdır. Ən azı bir məsələ gələndə, hətta onun imamı, onun tabi olduğu kəs xəta eləsə, belə onu görməlidir. Bir günah eləsə, onu görməlidir. O xəta eləyib və digər müsəlmanlar da xətaya, səhvə sürükləyirsə və o müsəlmanlar da araşdırmadan, baxmadan, gözü yumulu tabi olursa, bu xətadır. Biz bunu deyirik ki, müsəlmanlar belə olmalı deyil. Müsəlmanlar artıq gözü açıq olmalıdır. Müsəlmanlar adekvat olmalıdır, rasional düşünməlidir. Haqdan batili bir-birindən ayırt edə bilməlidir. Sabah bir gün bir şey olacaq, o görməlidir ki, bu haqdırmı, batildırmı, onu səhv yola mı sürükləyirlər. Və
Sabah birisi gün məsəl üçün bilirik ki, əlhəmdülillah dinimizə tabe olan məzhəblər var, 4 məzhəblər var. Bu 4 məzhəbin 4-ü də haqq yoldadır. Ki biləsən ən azı ola bilər sən hansısa bir görüşü bilmirsən, yanlış bilirsən. Sabah qarşına Maliklərin bir məsələsi çıxanda, Hənəflərin bir məsələsi çıxanda ona sən belə daha soyuq baxma və yaxud da ona bir qıraqdan pis əməl, pis fikir kimi baxma. Yəni başını belə şeylərə hazır et ki, sabah birisi gün sənə yeni bir məlumat gələrsə, yeni bir informasiya gələrsə, sənin başın onu qəbul eləsin. Demək ki, hə, bu məsələ yoxdur, bu məsələ pis demə. Ən azı o fikirdə olmasan belə, o fikir sahiblərinə hörmət elə. O fikir sahiblərinə hörmət elə. Quran da bir müsəlmana bu mənaya yükləyir. Baxın, Ənfal surəsində Allah Əzə və Cəllə nə deyir? Allah Əzə və Cəllə buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu in təttəqullaha yec'al lekum furqanə. Baxın, Allah Teala deyir, ey iman edənlər, əgər siz Allahdan qorxarsınızsa, Allah Teala sizə bir furqan verər. Baxın, Allah Teala demədi ki, Allahdan qorxarsansa elmin artar. Allahdan qorxarsansa, nə bilim, hansısa bir məqamlara sahib olarsan. Bunların öz yeri var, hardasa, başqa yerlərdə. Amma Allah Teala bu ayətdə bizlərə bir şey öyrətmək istəyir. Allah Teala deyir, sən Allahdan qorxsan, Allah sənə nəyi verər? Haqdan batili ayırt etmək bacarığı verər. Sən görərsən ki, nə haqdır, nə batildir. Bax, görürsünüz ki, bu günlərim bir müsəlman haqlı da olsa, pislənirsə, digər insanlar da nədir, nəyə görə, niyə sorğulamır? Sorğulamaq bir şey yoxdur. Artıq müsəlmanlar öz onlara Allahın verdiyi ağlı işlədə bilmirlər. Və yaxud da Allahın onlara verdiyi haqdan batili ayırt edəcək qabiliyyətini əmələ gətirə bilmirlər. Niyə? Artıq yoxdur. Artıq deyirlər ki, hə, filan alim belə dedi, filan imam belə. Qardaş, bəlkə alim xəta eləyib. Bəlkə imam xəta eləyib filan kəsi pisləməkdən. Niyə sən kör-körana onun arxasında gedirsən? Yəni dediyim nədir qardaşlar? Din insana ağıl, məntiq və haqdan batil ayırt etmək qabiliyyətini verir. Din insana demir ki, imamın nə səhv elədi, sən də kör-köranın arxasınca get. Din bunu demir. Din deyir, araşdır, öyrən. Bəli, başın çıxmayan məsələlərdə biləndən soruş, fətva vermə, bilmədiyin məsələlərdən danışma. Amma məsələ gəldikdə daha böyük günahlara, bir zülmə, artıq sənin burada insanların haqqını qorumağın lazımdır. Artıq burada sənin haqla batili ayırt etməyin lazımdır. Bir sözdən, müsəlmanlar sürü psixologiyasına yaşamalı deyirlər. Sürü psixologiyası nədir? Baxın, bir fikir verin. Çoxumuz qoyun otarmışıq da. Qoyunun biri arxı səhv atladıqda, səhv yola getdikdə, digər qoyunlar demir ki, bu səhv getdi. Onun arxasınca gedirlər. Onlar da arxa o biri üzərə atlayırlar. Bu sürü psixologiya elədir. Keçi başda olmaz. Müsəlmanlar da bu şeydə olmalı deyirlər. Yəni müsəlmanlar baxmalıdır ki, bu özünü atdı. Bəlkə bu səhv yola gedir. Mən niyə özümün dalınca bunu atıram? Və sabah bu günlərim gənc müsəlmanlarda eşitdiyimiz, gördüyümüz nələrdir? Bizim cəmaət belə, bizim imam belə. Baxırsan ki, insanları dindən soyudurlar. İnsanlar haraya gedir, hər kəs öz imamını tərifləyir və digərlərini də pisləyirlər. Neçə belə məclisdə otururam, 2 müsəlmandır. Biri onun imamını bəyənmir, digəri o birisinin imamını bəyənmir. Biri deyir, gəl mənim imamın dərsinə, o biri deyir, qardaşlar, nə olub sizə? Sən də get onun dərsinə, o da gəlsin sənin dərsinə. Yəni, bu nə ayrı seçkilikdir, bu nə prinsip daşımaqdır. O deyir, mənim cəmaatım belə, bu deyir, qardaşlar, bu cəmaat fikirləri, bu cəmaat danışmaq, yəni bunun həqiqəti də var, batili də var. Bəli, din cəmaatdan ibarət, amma cəmaat deyib insanları batilə çəkmək lazım deyil. Din ümmətçilik dindir. Bir insan namaz qılsın, şərt deyil hansısa cəmaata gəlsin. Qoy evində namaz qılsın. Şərt deyil gəlsin hansısa cəmaata. Yəni bu quruq, bu cəmaat, bu atmosfera, bunlar keçicidir və bunlar qəbirdə bizə fayda verməyəcək. Ona görə müsəlmanlar ayılmalıdır və dinlərini öyrənməlidirlər. Dinlərini öyrənib o cür yaşamalıdırlar. Bərakallahu fikum.